Hər bir insan milyonçu ola bilərmi? Bilmirəm. Allah istəsə olar. Allah istəsə yoxsa özü istəyir? Qərb deyir ki, sən özün istəməlisən. Amma hər hansı bir neməti verən Allahdır. İstəyən hamı istəyir. Dünyada paranı istəməyən adam var Allah xatirinə. Hamı səhər axşam istəyir də bunu. Bir-biri ilə söhbətləşirlər, dərdləşirlər. Hamının dərdi birdir. Amma hamıya vermir Allah. Elə deyilmi? Allah vermir yoxsa özü qazana bilmir onu? İndi çalışırlar, salsınlar insanın üzərinə ki, bu səninlə bağlıdır. Qərb idraki deyir ki, səninlə bu. Coachlar var bu dəqiqə. Auditoriyalar toplayırlar ki, parayla sənin problemin var. Para, sən milyoner olmursan, sənə bağlıdır bu. Mənsə məsələn Konfutsin oxudum. Konfutsin görünür həyatında bu olubdu. Bir parça var orada. Deyir ki, gəncliyimdə mən çox çalışdım zəngin olum. Hər peşəni də öyrəndim. Sonra deyir, anladım ki, göy mənim zəngin olmağımı istəmir. Ona görə bütün gücümü elmə verdim. O adam başa düşüb ki, Allah onu hansı amacla yaradıbdı. Ona görə o bunu başa düşəndən sonra sakitləşib o funksiyanın üzərində yoğunlaşmağa başlayıb, türklər demişkən.